Epilog. Oturun, ağır cinayətlər üzrə məhkəmənin baş hakiminin səsi eşidildi. Bəşirli gecə keçirdikləri sonuncu əməliyyatdan sonra Xalidin qətli ilə əlaqədar olan bütün insanların məhkəməyə gəlməsini tələb etmişdi. Müttəhimlər kürsüsündə oturan qrup üzvləri, Cəmilə, Nəsimi və Habilin ətrafında silahlı əskərlər keşik çəkirdilər. Səlimovlar ailəsinin üzvləri üçün müttəhimlər kürsüsündən xeyli aralıda yer təyin olunmuşdu. Məhkəmənin gedişi zamanı baş verə biləcək bütün xoşagəlməz halların qarşısını almaq üçün Polkovnik Bəşirlinin göstərişi ilə Sahib müəllim nəzarət altında saxlanılırdı. Qardaşının qatilinin onun həyat yoldaşı olması ilə hələ də razılaşa bilməyən Sahib, bayaqdan bəri gözləri ilə Cəmilənin bütün hərəkətlərini izləyirdi. Nəsimi də diqqətdən uzaqda deyildi. Sahibin müttəhimlərə xəta yetirə biləcəklərindən ehtiyatlanan təcrübəli xəfiyyə, mühafizə əməkdaşlarının rəisindən ona xüsusi nəzarət etmələrini xahiş etmişdi. Məhkəmə salonunda oturanlar isə səbirsizliklə gözləyirdilər. Cinayət hadisəsindən xəbərdar olan hər kəs təlaş içində keçirdikləri dəqiqələri sayaraq Polkovnik Bəşirlinin danışmasını gözləyirdilər. Müttəhimlər kürsüsündə oturanlar ağır bir qətl hadisəsi törətmişdilər. Bu artıq hamıya məlum idi. Amma bu hadisənin necə törədildiyi hələ ki Bəşirlidən və cinayət iştirakçılarından başqa heç kəs bilmirdi. Nəhayət gözlənilən an gəlib çatdı. Bəşirli cinayət işi ilə bağlı apardığı təhqiqat zamanı aşkara çıxardığı bütün qaranlıq məqamlar və hadisənin təfərrüatları barəsində məlumat verməyə başladı. Hadisənin baş verdiyi gündən 2 aydan çox keçməsinə baxmayaraq, cinayətkar qrupun ifşa olunmasında təcrübəli xəfiyyənin məhz son bir həftə ərzində apardığı təhqiqat bu işin açılmasına səbəb olmuşdu. Bəşirdən əvvəl bu qətillə bağlı rayon polis bölməsinin apardığı əməliyyatlar isə uğursuzluqla nəticələnmişdi. Rayon polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi Mayor Qədimovun cinayətkar olaraq səhvən haqqında axtarış elan etdiyi Firuz da bu günə qədər tapılmamışdı. Məhkəmə salonunda oturan hər kəs sakitləşdi. Bəşirli danışmaq üçün kürsüyə yaxınlaşdı. Özü ilə bir neçə maddi dəlil də gətirmişdi. Yəqin ki, burada oturanlar bu cinayətin necə baş verdiyini öyrənmək üçün bayaqdan gözləyirlər. Bunu deyərək gözücü əvvəlcə məhkəmənin baş hakiminə, sonra isə Nəsimiyə baxıb fikrinə davam etdi. Bu cinayət qabaqcadan düşünülmüş, xüsusi plan əsasında həyata keçirilmişdir. Məndən əvvəl 2 ay müddətində bu hadisəni araşdıran rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Mayor Sabir Qədimov təəssüflər olsun ki, 2 cəhdin ikisində də qatili düzgün müəyyən edə bilməmişdi. Onun ilk dəfə gəldiyi qənaətə görə Xalid Səlimov Firuz tərəfindən qətlə yetirilərək qaçmışdı. Amma mən bu işi tədqiq etməyə başladığım gündən bəri Firuzdan çox az şübhələnmişdim. Sonra isə onun bu cinayətlə ümumiyyətlə əlaqədar olmadığını müəyyən etdim. İşi təhvil aldığım gün bir şeyi düşünürdüm. O da bu idi ki, Firuzun bu qətl törətməsi ilə razılaşa bilmirdim. Həbsxanadan buraxılan bir adamın belə xətasız və düşünülmüş qətli törətməsi mənim üçün mümkünsüz görünürdü. Elə ilk gün Xalid Səlimovun evində oldum. Həmin vaxt orada heç kəs olmadığı üçün rahat təhqiqatımı apara bilmişdim. Evlərin açarlarını Sahib müəllimdən almışdım. Əvvəlcə həyətdə axtarış apardım. Orada şübhəli heç nə yox idi. Sonra qətlin törədildiyi 2-ci mərtəbəyə qalxdım. Burada da şübhəli heç nə yox idi. Maddi dəlil kimi götürdüyüm əşyalardan hansısa barmaq izlərinin tapılmasına da ümid çox az idi. Ekspertlərin rəyi də bunu təsdiq etmişdi. Amma mən həmin günü Cəmilənin otağındakı əl çantasından bir şey tapdım. O bu idi. Bəşirli bunu deyib, özü ilə gətirdiyi çeki selafanın içərisindən çıxartdı. Hamı onun əlində olan kağızın nə olmasını, orada nələrin yazıldığını bilmək istəyirdi.
Bu, Xalidin öldürüldüyü gün Cəmilənin marketdən etdiyi alış-verişin çeki idi. Çekin üzərində yazılan tarix və saat da onun məhz həmin günə aid olduğunu göstərir. Mən sonralar bu çekin qətldən sonrakı saatlara aid olduğunu dəqiqləşdirdim. Bəşirli izah etməyə davam etdim. Çünki gördüyünüz kimi bu kağızın üzərində saat və tarix aydın yazılmışdır. Bu isə o demək idi ki, Cəmilə Səlimova ərini qətlə yetirdikdən sonra evdən tələsik çıxaraq marketə gedib. Bu, onun bütün şübhələrdən uzaq olması üçün düşünülmüş bir fakt idi ki, bunu Nəsimi planlaşdırmışdı. Yəqin ki, hamınız bu çekdən nəyə görə şübhələndiyimi bilmək istəyirsiniz. Əslində, bu kağız parçası digər market çeklərindən heç nə ilə fərqlənmir. Amma buradakı alış-verişin məzmununa diqqət yetirdikdə, alınan şeylərin bir-biri ilə əlaqəsi olmayan pərakəndə ərzaqlar olduğu görünür. Bu siyahıda uşaqlar üçün oyuncaqlı konfet və çaxır isə diqqəti daha çox çəkir. Mən ikisi haqqında çox düşündüm. Cəmilə ilə onların evində ilk görüşümdə bilərəkdən içmək üçün çaxır istədim. Hamilə bir qadının spirtli içki qəbul etməyəcəyini düşünsək, deməli, Xalidin qətlə yetirildiyi gün Cəmilənin marketdən aldığı çaxır Xalid üçün imiş. Amma sonra sahibdən öyrəndim ki, qardaşı 2 ilə yaxın müddətdə ümumiyyətlə spirtli içki içməyib. Çünki mərhum uşaqları olmadığı üçün müalicə alırmış. Beləliklə, mən Cəmilənin bu cinayətlə əlaqəli olduğunu müəyyən edə bildim. Onun bütün əlaqələrini gizli şəkildə araşdırmağa başladım. Bu işdə dostum da mənə çox kömək etdi. Cəmilənin bu cinayətlə əlaqəli olduğunu öyrəndiyim vaxt Firuzla bağlı məlumatlar da dəqiqləşdirməyə başladım. Firuz Cəmilənin keçmiş sevgilisi idi. Oğlan onu sevirdi, amma Cəmilə gözlənilmədən ondan ayrılıb Xalid ilə tanış olur və onunla evlənirlər. Bu işin özü də mənə qəribə gəldiyi üçün dərindən araşdırdım. Firuzun həbsxanadakı məhbus yoldaşı, Bakıdakı dostu və Gəncədəki ailəsi ilə, hətta bacısının köməyi ilə onun türmədə olarkən sevdiyi Zibeydə ilə görüşdüm. Zibeydə Firuzun yazdığı məktub var idi. Bu məktub Firuzun günahkar olmadığını bir daha sübuta yetirirdi. Çünki o azadlığa çıxandan sonra Zibeydə ilə evlənib xoşbəxt olmaq istəyirdi. Amma onun azadlığa buraxıldığı günü səbirsizliklə gözləyənlər var idi. Bu, Nəsiminin planları ilə hərəkət edən Habil ilə Cəmilə idi. Novruz bayramı ilə verilən amnistiyada Firuzun da adının olması, Nəsimiyə Firuz türmədən buraxıldığı gündən 3-4 gün əvvəl məlum idi. Mən Nəsiminin iş yerində olarkən internetdən istifadə etmək bəhanəsi ilə onun kompüterinin IP nömrəsini öyrənib, dostumdan bunu araşdırmasını xahiş etmişdim. Məlum olmuşdu ki, Firuzun da adının olduğu amnistiya siyahısının yerləşdirildiyi sayta Xalid öldürüldüyü gündən, yəni ki, Firuz azadlığa buraxıldığı gündən 3-4 gün əvvəl məhz Nəsiminin kompüterində baxılıb. Bu isə Nəsiminin qurduğu plan əsasında həyata keçirilən qətlin Firuz tərəfindən törədildiyini göstərə bilmək üçün ən ağıllı və şübhə yaratmayacaq bir fakt idi. Başa düşürəm, cinayətin necə törədildiyini bilməyən sizlər üçün danışdıqlarımı dərk etmək və faktlar arasında əlaqə qurmaq çox çətindir. Xüsusilə Cəmilə və Nəsiminin gizli əlaqələrini bilmədiyinizə görə. Bunun üçün hər şeyi daha əvvəldən bilməyiniz lazımdır. Təcrübəli cinayət axtarış eksperti polkovnik Bəşirli bunu deyib, sınayıcı nəzərlərlə ani olaraq məhkəmənin baş hakiminə baxdı. Hakimin gözlərindəki razılıq əlaməti aydın görünürdü. Hamı kimi, o da bu cinayətin əvvəldən axıra qədər necə baş verdiyini bilmək istəyirdi. Nəsimi və Cəmilə eyni universiteti bitirmişdilər. Mən bunu bilirdim. Əslində burada gizli bir şey yox idi, amma mən sonradan vacib bir faktın üstünü açdım. Cəmilə tələbə olarkən Nəsimi ilə yaxın imiş, sevgililər kimi gəzib dolaşırlarmış. Əslində isə onları birləşdirən sevgi yox, ortaq xasiyyətləri idi. Hər ikisi pula, vara, dövlətə,
hədsiz bağlı olan adamlar imiş. Mən onların bu əlaqələrini təsadüfən öyrəndim. Bayaq dediyim kimi Xalidin öldürüldüyü gündən əvvəl və sonra Cəmilənin telefonuna gələn bütün naməlum və şübhəli zəngləri araşdırdım. Bu araşdırma sayəsində Sevinç adlı qadını tapdım. Həmin qadın Cəmilədən 2 il əvvəl universitetin jurnalistika fakültəsinin məzunu olmuşdu. Yəni Cəmilə ilə eyni fakültədə oxuyurmuş və onunla rəfiqə imiş. Bizim naməlum adam olaraq qeydə aldığımız zəngi də Cəmiləyə o edibmiş. Onlar rəfiqə olduğu üçün Sevinç onunla həl-əhval tutmaq üçün zəng edibmiş. Sevincdən tələbəlik illərində Cəmilə ilə bir yerdə çəkdirdiyi şəkillərə baxmaq istədiyimi dedim. Həmin albomda təsadüfən hansısa məclisdə Sevinç, Cəmilə və digər tələbələr arasında Nəsiminin də şəkli var idi. Şəkildə Cəmilənin yanında dayanmışdı. Hətta əlini onun çiyninə qoymuşdu. Mən söhbət əsnasında bu adamın kim olduğunu soruşdum. Və Sevincdən Nəsimi barəsində, Sevinç ilə arasındakı münasibətlər barəsində bildiklərini mənə danışdı. Sevinç deyirdi ki, universiteti bitirəndən sonra o, Cəmilənin telefon nömrəsini tapıb ona zəng edəndə qadın soyuq danışırmış onunla. Sevinç bir-iki dəfə onların evinə qonaq gəlmək istəsə də, Cəmilə bəhanə ilə buna imkan verməmişdi. Çünki Cəmilə Sevincin Nəsimini onların evində görəcəyindən qorxurdu. Cəmilə Nəsiminin gizli təşkilatçılığı ilə Xalidlə tanış olub, Firuzdan ayrılandan sonra tezliklə onların toyu olur. Sürətli evlilik planı bunu göstərir ki, universiteti bitirdikdən sonra da Cəmilə və Nəsimi arasındakı münasibətlər davam edib. Onların pula düşkünlüyü getdikcə daha da artmışdı. Nəhayət Xalidi qanuni yolla soymaq üçün belə bir iyrənc cinayəti həyata keçirməyi öz aralarında razılaşdırmışdılar. Elə Xalid Cəmilə ilə tanış olduğu gün Nəsimi Cəmilə ilə razılaşaraq onun ölüm fərmanını imzalamışdılar. Bu ölüm fərmanını həyata keçirmək üçün hər bir cinayətə əl atmağa hazır idilər. Nəsimi ilə Cəmilənin planlaşdırdıqları cinayəti törətmələri üçün lazım olan senari isə Xalidin Cəmilə ilə evlənməsindən bir neçə ay sonra artıq tam hazır idi. Nəsimi Firuzun həbsdən çıxacağı günü səbirsizliklə gözləyir və günlər keçdikcə öz senarisini daha da təkmilləşdirirdi. Hadisə ya Firuzun türmədən çıxacağı gün, ya da ki onun səhəri gün baş verməli idi. Nəsimi bilərəkdən Habilin işdən qovulmasına şərait yaradır. Xalid Habili mühafizəçi işindən çıxartdıqdan sonra sahib ayrı-ayrı vaxtlarda onun yerinə bir neçə yeni mühafizəçi göndərmişdi. Amma Nəsimi 100 cür bəhanə ilə onların işə düzəlməsinə mane olmuşdu. Çünki evin mühafizəçisiz olması planlarının daha qüsursuz formada həyata keçirmələri üçün çox yaxşı şərait idi. Habili işdən qovduran Nəsimi onu gizli şəkildə himayəyə götürür. Öz planında Habilə də çox kiçik bir rol verir. Əvəzində isə ona küllü miqdarda pul verəcəyini söyləyir. Hətta avans olaraq 07 markalı təzə Jugli də alır onun üçün. Habil baş verəcək əsas cinayətdən xəbərsiz idi. Yəni ki, Xalidin öldürüləcəyini bilmirdi. Onun bu cinayətdəki işi Firuzu türmədən buraxıldığı gün ələ keçirib öldürməkdən ibarət idi. Hətta Firuzu hansı yollasa ələ keçirməsinin də planını Nəsimi tərəfindən qabaqcadan ona verilmişdi. Mən Firuzun məhz Habil tərəfindən qaçırılıb öldürülməsini telefon zənglərini araşdırarkən öyrəndim. Ümumiyyətlə Nəsiminin Habili öldürmək istədiyi günə qədər mən Firuzun öldürülməyəcəyinə inanmaq istəyirdim. Amma həmin gün, yəni dünən, qatilin necə amansız olduğunu görüb, Firuzun yaşamasına inanmadım artıq. Həqiqətən də Firuz azadlığa buraxıldığı gün Habil Nəsiminin tapşırığı ilə onu öldürmüşdü. Bunu dünən gecə Habil danışarkən boynuna alıb. Cəsədin yerini öyrənən kimi ekspertlər gecə ilə Firuzun meyidini oradan çıxartdılar. Xalidin öldürüldüyü ərəfədə Habilin telefonuna gələn zəngləri araşdırandan sonra ona zəng edən şübhəli bir adamın izinə düşdüm. Bu adam Xalidin öldürüldüyü gün Habilə zəng etmişdi.
Ən vacibi isə bu idi ki, həmin zəng Firuzun həbsxanadan çıxmasından təxminən 15-20 dəqiqə sonra edilmişdi. Həmin adam həbsxana yaxınlığındakı çörək mağazasında satıcı işləyirdi. Kişi Habili tanımadığını və ona zəng etmədiyini dedi. Başqa birisinin onun telefonundan zəng etdiyini bildirdi və mən Firuzun şəklini ona göstərməklə həmin zəngin Habilə məhz Firuz tərəfindən edildiyini öyrəndim. Deməli, Habil qabaqcadan, yoldan keçən hansısa təsadüfi adamdan öz nömrəsi yazılan kağızı Firuz türmədən çıxan kimi ona verilməsini xahiş edib. Yəqin ki, bunun qarşılığında da ona pul verib. Habil özü həbsxanadan uzaqda olub və Firuzun türmədən çıxandan sonra ona zəng etməsini gözləyib. Onu aldadaraq gizli bir yerə aparıb və boğaraq öldürüb. Məhz elə həmin gündə Nəsimi Cəmiləyə ərini öldürməsini bildirib. Beləliklə iş Firuzun üstündə qalacaqdı. Bundan sonra Cəmilə qanunla ərindən qalan böyük var dövlətə tək başına sahib olacaqdı. Sözsüz ki, Nəsiminin payı istisna olmaqla. Nəsimi bununla bağlı bütün sənədləşmə işlərində qabaqcadan planlaşdırmışdı. Əgər cinayət Nəsiminin tərtib etdiyi senari üzrə baş tutsaydı, onun sahib olacağı var dövlət Cəmilənkindən qat-qat çox olacaqdı. Cəmilə Xalidi öldürdüyü gün əvvəlcə evdə olub. Əri işdən qayıdandan sonra hətta onun yatmasını da gözləyib. Sonra onu öldürüb tələsik marketə gedib. Qayıdarkən güya alış-verişdən gəldiyini göstərmək üçün marketdə olarkən əlinə keçəni almağı da unutmayıb. Mən cinayət günü onun şəhərin mərkəzində yerləşən həmin alış-veriş etdiyi böyük marketdə olduğu zamanı təhlükəsizlik kamerasının çəkilişlərini gətizdirdim. Video görüntülərə dəfələrlə baxdım. Cəmilə çox həyəcanlı idi, həm də qorxmuşdu. Marketdə olduğu 6-7 dəqiqə müddətində düşünülməmiş şəkildə bazarlıq edirmiş kimi əlinə keçən bütün şeyləri səbətə yığırdı və təsadüfən bayaq dediyim kimi həmin çaxırı da səbətə atmışdı. Mən də çaxırın adını çəkdən öyrənib mağazada bir dənəsini aldım. Çaxırın xaricdən görünüşü daha çox hansısa meyvə şirəsinin şüşəsini xatırladırdı. Qadın da onu elə zənn edib tələsik almışdı. Təhqiqat göstərir ki, Cəmilə cinayəti törədəndən sonra bir müddət şok keçirib, nə etdiyini bilməyib. Elə buna görə də törətdiyi cinayətin açığa çıxması üçün özündən xəbərsiz bir neçə səhvə yol verib. Marketdən çıxanda kassaya ödəniş etdiyi pulun qalığını da almayaraq oradan uzaqlaşıb və nəhayət taksiyə minib evə gələndən sonra ən böyük səhvini edib. Mən taksinin nömrəsini marketin xaricində qurulan təhlükəsizlik kameralarının çəkdiyi görüntülərdən öyrənərək həmin maşının sürücüsünü tapdım. O da həmin gün Cəmilənin çox həyəcanlı olduğunu dedi. Hətta Cəmilə bir müddət haraya getdiyini demədən sürücüdən şəhərin müxtəlif küçələrinə sürməyini istəyib. Bu yəqin ki, vaxt qazanmaq üçün edilmişdi. Evlərinin qarşısında düşəndə tələsik əlindəki dolu salafanı da götürərək darvazanın piyada qapısını itələyərək açıb içəri keçib. Yəni ki, qapının açıq olduğunu qabaqcadan bilirmiş. Əslində isə əri işdə olduğu üçün qapı bağlı olmalıydı. Cəmilənin qapını açarla açmayıb girdiyini qonşusu Rəna xanım da ifadəsində bildirmişdi. Bunun təkzib olunmaz sübutu isə həmin gün Cəmilənin öz açarlarını taksidə salaraq həyətə girməsi idi. Taksi sürücüsü həmin açarları təzəcə maşının içərisini təmizləyərkən arxa oturacağın altından tapmışdı. Sevincin göstərdiyi şəkildən sonra Nəsimini ətraflı araşdırmağa başladım. Cəmilə ilə aralarında olan əlaqənin hansı səviyyədə olmasını bilmək istəyirdim. Xalid ABŞ-da müalicə olunandan sonra müalicəsinin yerdə qalan kiçik hissəsini Bakıda elətdirirdi. Mən onun müalicə olunduğu tibb mərkəzində oldum. Həmin gün cinayətlə bağlı daha vacib bir faktın üstünü aça bildim. Həkimin dediyinə görə Xalidin sağalmasına və tezliklə ata ola biləcəyinə çox az qalmışdı. Hələ ki tam sağalmayıbmış.
Amma sonradan Xalid həkimə yoldaşının ondan hamilə qaldığını deyəndə həkim o qədər heyrətlənməmişdi. Analizdə hansısa xırda əskiklərin olması qənaətinə gəlmişdi. Buna görə də bu işi ciddi araşdırmamışdı. Əslində həkimlərin diaqnozuna görə Xalidin ata ola biləcəyinə az qalırdı. Həkim də bu hamiləlik məsələsini eşidəndə sevinmişdi. Xalidin sağalmasını gözlədiklərindən daha tez baş tutduğunu demişdi. Mən həkimdən bu işi bir daha dəqiq araşdırmasını tələb edəndən sonra Cəmilənin həmin vaxt Xaliddən hamilə qala bilməyəcəyi aşkara çıxdı. Cəmilənin uşağı tələf olunandan sonra çox şübhələnməyə başladım. Çünki dediyim kimi bu qadının qatil olduğunu və özünü necə soyuqqanlı apardığını görürdüm. Odur ki, onun bütün hərəkətlərindən və başına gələn bütün hadisələrdən şübhələnməli idim. Şübhələrimdən bu dəfə də yanılmamışdım. Mən onların evlərində olarkən təsadüfən Cəmilənin antiprogesteron adlı Fransadan xüsusi sifarişlə gətirilən yeni dərman preparatından istifadə etdiyini aşkara çıxardım. Həkimdən bu dərmanın hamiləliyin qarşısını alınması və uşağın selikli qişasının qopub düşməsi üçün istifadə edildiyini öyrəndim. Cəmilə öz bətnində daşıdığı dünyaya gəlməmiş körpənin də qatili idi. O dərmanları da bilərəkdən içirmiş. Bir ana nəyə görə öz övladını öldürməlidir? Bu sualın cavabı isə qan qruplarının gizli analizini öyrəndikdə qətiləşdirə bildim. Əslində şübhələnmişdim. Xalidin qan qrupu 1-ci RH müsbət, Cəmilənki isə 3-cü RH müsbət olduğuna görə onlardan 2-ci qan qrupu uşaq əmələ gələ bilməzdi. Dölün qan analizlərindən isə onun məhz 2-ci qan qrupuna malik olduğunu çox çətinliklə də olsa öyrənə bildim. Nəsiminin qan qrupunu dəqiqləşdirib, onun 4-cü qan qrupuna malik olduğunu biləndən sonra uşağın atasının olduğunu müəyyən etdim. Nəhayət 3 qardaşın evində tapılan bıçaq məsələsi. Əvvəlcədən dediyim kimi Camalın və onun ailəsinin bu işlə heç bir əlaqəsi olmayıb. Həqiqətən də Xalidin öldürüldüyü günün səhəri Camal Azərbaycandan getmişdi. Bu onun atası Fikrətin yalvar-yaxar etməsindən sonra olmuşdu. Fikrət oğlunun Xalidin öldürülməsində şübhələ bilinməsindən qorxaraq onun Qazaxıstandakı qohumlarının yanına göndərmişdi. Kişi günahsız oğlunun tutulacağından qorxmuşdu. Çünki Camal arasındakı mübahisəli torpaq məsələsinə görə Xalidi öldürəcəyi ilə hədələmişdi. O vaxt Camal türmədən təzə çıxmışdı. Mən Nəsiminin yanına gəlib gedəndə Xalidin birinci həyat yoldaşı Ayan xanımın qardaşı Alikdən şübhələndiyimi göstərmək istədim. Onu buna inandıra bilmişdim. Hətta onun Gürcüstana köçdüyünü öyrənib mənə demişdi və mən də güya onun arxasınca oraya gedəcəkdim. Əslində bu Nəsimini şübhələndirməmək üçün düşündüyüm kiçik bir plan idi. Məhz bu plan sayəsində Nəsimi mənim ondan şübhələndiyimi heç vaxt ağlına gətirməzdi. O mənim 3 qardaşdan da ciddi şübhələrim olduğunu bilirdi və artıq qərara gəlmişdi ki, bütün bu cinayəti 3 qardaşın üstünə yıxsın. Çünki mənim getdikcə daha çox şey öyrənəcəyimdən qorxurdu. Düşünürdü ki, əgər cinayət aləti olan bıçaq 3 qardaşın evində tapılsa, hər şey daha inandırıcı olar. Çünki o bıçağın üstündə Xalidin qan ləkələri var idi. Amma mən buna da imkan vermədim. Bıçaq əhvalatından bir gün əvvəl öz maşınımı təmir etdirmək bəhanəsi ilə ustanın yanında qoyub taksi ilə Nəsiminin iş yerinə getdim. Mənimlə çox yaxşı münasibət qurmuşdu. Onun maşını ilə Cəmiləyə dəyməyə getdik. Çünki uşağı tələf olandan sonra ona dəymək lazım idi. Özümlə götürdüyüm səs qeydalıcı cihazı maşında görünməyən yerdə yerləşdirdim. Elə şərait yaratdım ki, Nəsimi maşınsız olduğuma görə həmin gün öz maşınını mənə verdi. Beləliklə o gün Nəsiminin sahibin tapşırığı ilə Cəmiləni müayinə üçün həkimə aparması zamanı etdikləri söhbəti səs yazısından əldə edə bildim.
Həmin gecə mənə məlum oldu ki, Cəmilə öz ərini öldürdüyü bıçağı qara salafana bükərək həyətlərindəki əncir ağacının altında basdırıb. Habil Nəsiminin göstərişi ilə həmin gün o bıçağı oradan götürərək 3 qardaşın evinə aparmalı idi. Amma mən onlardan əvvəl gecə ilə Xalidin həyətinə girərək Cəmilənin bastırdığı həmin bıçağı oradan götürüb, özümlə gətirdiyim və üzərinə qoyun qanı tökdüyüm bıçağı onun yerinə qoydum. Maraqlısı bu idi ki, ötən bir neçə gündə evdə heç kəs olmadığı üçün Nəsimi mühafizətçini də dincəlmək üçün evlərinə yollamışdı. Habil də həyətin yiyəsizliyindən yaxşı istifadə edə bilmişdi. Amma onlar hər şeydən xəbərsiz idilər. Habil Nəsiminin bıçaqla bağlı istəyini də edərək, bıçağı gecə ilə 3 qardaşların həyətindəki ot tayasına ata bilmişdi. Nəsiminin onu öldürəcəyini təxmin etmişdi. Çünki Habil bacardığı işlərin hamısını edərək gərəklilik funksiyasını itirmişdi. O indi sadəcə heç bir cinayətkarın arzu etmədiyi şahid idi. Ötən gün keçirilən əməliyyat zamanı mən Nəsiminin onu öldürməsinə imkan vermədim. Yeri gəlmişkən, gecəki əməliyyata görə Qədimova da təşəkkürümü bildirirəm. Böyük səbir nümayiş etdirmiş oldunuz, yoldaş mayor. Bəşirli bunu deyib fikirlərini tamamladığını bildirdi. Dərhal da məhkəmə salonunu tərk edib papiros çəkmək üçün binadan çölə çıxdı. Çox əsəbi və yorğun idi. Binanın qarşısındakı skamyaların birində oturdu. Papiros yandırıb köynəyinin üst düyməsinin birini açdı. Cəmilənin öz uşağını öldürməsini düşündükcə qadına daha çox nifrət etmişdi. İmkanı olsaydı, onu elə burada güllələyib gedərdi. Amma sonra nə düşündüsə, qoy qanun qarşısında cavab versin, deyib ayağa qalxaraq maşına tərəf getdi. Deyəsən, həmin uşağı bilərəkdən anası tərəfindən tələf etməsi onu biraz kövrətmişdi. Axı, uşağın nə günahı var idi, ay alçaqlar. Mühərriyi işə salıb sürətlə oradan uzaqlaşdı. İstirahət etmək üçün fikrində tutduğu rayonlardan birinə gedəcəkdi. İndilərdə isə həmin uşaq yadına düşəndə öz oğlunu xatırlamışdı. Həyat yoldaşı xoşbəxt günləri gözləri önündə canlanmağa başlamışdı. Oğlu onun əlindən tutub həyətdə qurduğu evciyi göstərmək üçün "Ata, gəl, gəl" deyirdi. Həmişə ailəsini düşünəndə bütün o xoşbəxt günlərin bitdiyi gün gəlib gözlərinin qarşısında dayanırdı. Həmin gün ermənilər rayonu işğal edərək yüzlərlə insan öldürmüşdülər. Polkovnik Bəşirli üçün də həmin gün bütün sevincli günlərinin zəhərə çevrildiyi bir tarix olmuşdu. 5 yaşlı oğlu anasının gözü qarşısında güllələnmiş, qadının isə başı kəsilmişdi. Məhkəmənin binası qarşısındakı təcili tibbi yardım maşını buraya gəldiyindən daha artıq sürətlə geri qayıdırdı. Zibeydəni aparmağa gəlmişdilər. Bəşirlinin tələbi ilə məhkəmə prosesində zərər çəkən kimi iştirak edən qadın, canlı qədər sevdiyi Firuzun öldürülməsi xəbərinə dözə bilməyib, özündən getmişdi. İndi o, təcili tibbi yardım maşınının sirenasının ətrafa yaydığı türkürpədici səsindən, ətrafdakı bütün insanlardan, dünənindən və bugünündən xəbərsiz halda öz daxili dünyasına qərq olmuşdu. Bu dünyanın işıqlı yolları ilə qaranlığa doğru irələyirdi. Gözünü qırpmadan bu qaranlığı yarıb keçmək, öz sevgilisinə qovuşmaq üçün, bütün əngəlləri aşmaq üçün bütün gücünü səfərbər etmişdi sanki. Durmadan irələmək, Firuza çatmaq istəyirdi. Ona qovuşacaq və bir daha ondan ayrılmayacaqdı. Bir zamanlar sevgisini cavabsız qoyan nakam sevgilisini bağışlamış, onun olmaq üçün hər şeyə hazır olduğunu sübut etmişdi. Zibeydə bu şəhərdə qərib idi. Məhkəmədə iştirak etmək üçün bu gün gəlmişdi. Firuzun ölüm xəbərini gözləmirdi. Firuzu bir dəfə itirsə də, qarşılıqsız olaraq sevməyə davam etmişdi. Ona olan sevgisi heç vaxt azalmamışdı. Əksinə, günü-gündən bu sevgi daha da əlçatmaz olmuşdu. Bakıya getdiyini, başqa sevgilisini sevdiyini bilə-bilə yenə də onu sevməyə davam etmişdi.
Firuz itkin düşəndən sonra da onun yerini, yurdunu, sağ olub olmadığını bilmədən öz sevgisinə davam etmişdi. Qəlbində əzizləmişdi bu ünvansız sevgini, ürək ağrısı ilə böyütmüşdü və gec-tez bu sevginin öz ünvanı çatacağına inanırdı. Bu dünyada olmasa da, o biri dünyada Firuzunu görə biləcəkdi. Son. Bakı, 26 yanvar 23 aprel 2011-ci il.